Salam əzizləyicilər. Keçən videomda ətraflı məlumat paylaşmışdım sizin. Orada yorumlarda yazmışsınız ki, çıxarış haqqında məlumat ver. Və deyirsiniz çıxarışda çıxarmaq olmur. İndi sizə çıxarış necə etmək olur onu göstərəcəm. Gördüyünüz kimi məndə 2.54 sent yığı varmı balansa. İndi bu binalardan yığacağam. Pulları götürəcəm. Gördüyünüz kimi 8 dollar balansında pul var. İndi bunu necə çıxaracağımı sizə göstərəcəm. Gəlirsiniz buradan üstləməyə basırsınız. Depozit və çıxarış var. Çıxarışın üzərine basırsınız. M10'u seçirsiniz. Məbləğ 8 dollar məbləğ yazdınız. Və bura əlaqə nömrəsi, M10'da olan nömrəsi yazmalısınız. İndi mən onu yazıb gəlirəm. Gözləyin bir dəqiqə. Bəli, gördüyünüz kimi hal-hazırda mən nömrəmi yazdım və bu qədər sadə. Nömrəni yazandan sonra da bura çıxarmağa əlavə basırsınız. Gördüyünüz kimi burada yazır ki, заявка на вывод спешена. Bu qədər sadə. İndi keçək sizə bu şəhər haqqında da biraz məlumat vereyim təzədən. Keçən video görməyənlər üçün. Gördüyünüz kimi yəni mənim şəhərim budur. Bu aldığım bina 8 martda gələn yəni 3 binadan biridir. 10 dollarlıq, 50 dollarlıq, 100 dollarlıq. Yəni bu aksiyalarda gələn binalar daha sərfəlidir. Çünki bu mənə aylıq 30 dollar pul verir. 50 dollara almışam. Gəlin şəhərə deyək, marketə. Marketdə siz 50 dollarlıq almaq istəsəz bu binanı sizə verəcək 19 dollar aylıq. Amma mən oradan aylıq 30 dollar götürürəm. İndi hal-hazırda o bina yoxdur. Çünki o 8 martda 3 günlük gəlmişdi. Ona görə sizə məsləhət görürəm ki, aksiyalar gələndə o zaman yatırım eləyəsiniz. Sonra bu binadakı 8 martdan sonra hardasa bir həftə olmadı. 3-4 gün bundan əvvəl ayın 14 idi desən. Ayın 13-14 belə olmalı. 12-si və yoxsa olmalıdır. Hər neysə, yəni ayın 12-14 gəlmişdi bunlar. Bunlar da 50 dollar. Mən də bunlar da aldım. Bunlar da ya 30 dollar verir. Yəni ikisi birdə 60 dollar, bunlar 30 dollar versə 90 dollar. Kofedə səhv eləmirəmsə 1.77 sent verir yəni. Bir də ağacımız var burada. Bu da 70 sent. Aylıq mənə buradan hardasa 95 dollara yaxın, 92 dollar, 93 dollar belə gələcək. Başqa əlavə var, gündəlik bonus. Keçən videoda demişdim, yenə gəlib belə deyim. Mən artıq götürmüşəm. Bu gündəlik bonus hər gün girirsiniz 1 sent, 2 sent, 3 sent belə davam edir. Bir həftə ərzində. Bir həftədən sonra nə olacağını bilmirəm, təzə olacaq, olmayacaq onu bilmirəm. Amma yəni bir həftə bu belə olacaq. Sonra qiymət qalxacaq yox bilinmir. Gəldik şəhərə sonra. Yəni şəhərim də belədir. Yəni sonra depozitə yəni demişsiniz istərsən, bura məbləğ yazırsınız, deyə 5 dollar. Hemen onun üstünə basırsınız, doldura basırsınız və bu nömrəni kopyalayırsınız, qəbzdə buraya yükləyib ödənişi təsdiq edirsiniz. Balans yarım saatdan 2 saata qədər yüklənir, orada yazılır. Amma bir də görsünüz tez olur, o gün mən 100 dollara yükləndim, 10 dəqiqə çəkmədi. Sonra əməliyyatlar yazılır burada. Əməliyyatlardan elədiyiniz bütün çıxarışları falan görə bilərsiniz. Gördüyünüz kimi, keçən videoda bir yorumda yazılıb ki, çıxarışı vermiş, problem yaranır. Bu əməliyyatlardan girib baxa bilərsiniz. Bax, yükləmə. 5 dollar mən M10'a çıxarış etmişəm. Hal-hazırda bir dəqiqə, 8 dollar çıxarış etdim. 8 dollar çıxarış etmişəm, o 23 saat 56 dəqiqədə oturacaq. Burada göstərir, gördüyünüz kimi. Hədiyyə 3 sent, nə götürmüşsənizsə, burada hamısını göstərir. 5 dollar elma almış və pul götürdüyüm puldur. Saata kimi yazır. Bunlar da belə. Görürsünüz, mən yüklədiyim elman olunub. Pul gəlib, 100 dollar. Sonra 50 dollar çıxarış etmişəm, gəlib. Hamısını göstərir burada, bütün prosesləriniz burada gedir. İndi mənim 8 dollarım 23 saat ərzində ya qarta tutacaq. Yəni 23 saat olmaz, daha tez tutacaq bu ehtimal. Prosta. Burada belə yazın. Başqa da nə sualınız olsa yorumlarda yenə yazın. Köməkli göstərməyə çalışıram sizə. Marketdə çıxarış dedim, gündəlik bilirsiniz. Bu refialların sipariş salın. Bu aşağıda link qoymuşam. O linka basaraq gəlib buradan keçə bilərsiniz. Sizə oynamayan varsa bu oyunu indidən başlasın. Çünki bu korku ilə bu ağzı pulsuz verir, aylıq yatırımsız yəni pul qazandırır. Mən aşağıda linki qoyacağam. O linka daxil olaraq oyundan qeydiyyatdan keçin, başlayın oynamağa. Və bunu da deyim sizə, refiallara basanda burada sizin linkiniz olur. O linki kimləsə paylaşsanız, oradan oyuna girib qeydiyyatdan keçsə, oradan nə yatırım eləsə 10% sizə gələcək. Deyək ki 200 dollar yatırım eləyib 100 dollar qazanır hər ay. Oradan elə bir bildiyimə qədər hər ay olmasa, amma minimum bir dəfə 10% sizə gələcək.
Yine bir 100 dolara 10 doları sizin olacaq. Belə. Aşağıdan link qoyacağım. Əgər video sizə kömək elədirsə, zəhmət olmasa mənim linkimdən keçsin qeydiyyatdan və oyuna başlayın. Bu qədər. Yəni başqa burada belə böyük bir şey qalmıyor. Bir də qaldı ki, bu oyunun uzun sürəcəyinə. Orada yazıb uzun sürəcək. Onu belə deyim sizə, indi hazırda göstərəcəm. Gördüyünüz kimi burada yazır ki, real biznes. Oyuna başla. Hal-hazırda 408 mindən çox adam bu oyunda aktivdir. 115 min Instagram abunəsi var. 1.886.000 və yaxud 860.000 oyuncular tərəfindən pul çıxardır. Gələcək planlarını paylaşıblar. Mayın 25-i şəhər dəyişikliyi olacaq. Yəni oyuncular arasında bazar yerinin işə salınması, binaların digər oyunculara satmaq imkanı, yoldan əlavə edilməsi ilə şəhər xəritəsinin təkmilləşdirilməsi, yeni oyun mexanikalarının və funksiyalarının tətbiqi. Yəni belə şeylər gələcək. Siz öz binanızı deyir 50 dolar almışsınız. Mən təxminim deyir bu. Və oyunu bağlamaq istəyirsiniz və yaxud oynamaq istəyirsiniz, ya da sizə pul lazımdır. Orada böyük ehtimal 50 dolar almışsınızsa, ya baha satacaqsınız, ya da böyük ehtimal ucuz sata bilərsiniz. 50 dolar aldığınızda 30 dolara, yəni 40 dolara yəqin ki, belə olar. Artıq olmaz. Bəlkə də indi şans olar, elə adam şirkət əldə ki, aldığın bina heç olmaz burada, səndən onu baxa ala bilərlər. Yəni bunlar mənim təxminlərimdir. Uzun müddətdə olduğunu da belə deyə bilərəm sizə. Yəni mən nə yalan deyim, sizə özüm də risk eləmişəm, garantili deyil bu. Yanvarın 2026-sına yəni planlar var. Necə mayda bu planları eləyəcəklər. 26-sında şəhər daha başqa cür olacaq, 3 dəyişəcək. Şəhərdə başqa şeylər alınacaq. Burada hamısı yazılıb. Deyəsən özü bu oyunu Google-dan şeydən yükləmək olacaq. Play Market-dən bir də ki, App Store-dan. Elə yüklü oynamaq olacaq, internetdən yox. Və belə, yəni dediklərinə görə 26-ya belə olmalı şəhərlər. O da eləsələr. Yəni dediklərinə görə 26-ya qədər davam edəcək. Hardasa 1 il. Yəni əgər fikrinizdə varsa oynamaq varsa, indidən girib oynasanız yaxşı olar. Çünki belə deyim, bir 7-8 aydan sonra bağlansa belə, siz hal-hazırda ona yatırım eləsəniz, deyək 100 dolar yatırımsa, siz 7-8 aya bəlkə də onun 6 qatını, 7 qatını çıxaracaqsınız. Ondan sonra yəni bağlansa yenə ziyanda olmarsınız. Yaxşı elə yatırımlar eləmək. Görürsünüz, mən elədiyim yatırımlar kimi eləsəniz, mən ancaq 50 dollarlıqdan almışam, amma aksiya gələndə. Yəni onlar mən 150 dollar deyə xərcləmişəm. 2 aya mən oradan götürəcəm 180 dollar, 30 dollar xeyirdən çıxıram. 3-cü aydan öncə təmiz cibə qalır, nə qazansam orada. Ondan sonra çalışacağam görüm, yenə də yatırım eləyəcəm. Hər aldığım təzə binalar, aksiyalar gələndə kanala abunə olun, bildirimləri açın ki, görəsiniz ki, təzə şeylər gəlib onları paylaşmışam. Və Telegram kanalı linkini də qoyacağam aşağıda, orada atılacaq Telegram kanalı linkinə. Daxil olun, abunə olun orada. Orada bütün nə suallarınız var, mənim öz şəxsımə yaza bilərsiniz və təzə çıxan bütün məlumatları da orada da paylaşacağam. Və bu qədər. Video bəyəndinizsə zəhmət olmasa yorum yazıb bəyənərsiniz orada. Sağ olun, salamat qalın.